Bilirsiniz, bu müasir hayat bizi sanki dayanmadan kaçmaga mecbur edir. Öyle değil mi? Her şeyin derhal, hatta dünene hazır olmasını istediğimiz bir dünyada yaşıyoruz. Belki de bu tempin içinde en büyük ustalık sadece dayanıp gözlemeyi bacarmaktır. Yakşı, ders zamanla dövüşmek yerine onunla nece dost olabiliriz? Gelin Tong Fu felsefesinin ışığında bu sualın cevabını birlikte aktarak. Ah, bu sual. Niye hele olmadı? Yəqin ki, hamımız özümüzə bu sualı dəfələrlə vermişik. Arzularımızla reallıq arasındakı o narahat edici boşluq, səbirsizliyin içimizi gəmirdiyi, ümidlərin yerini məyusluğa buraxdığı o anlar. Gəlin dürüst olaq, bu hissi hamımız tanıyırıq. Yaxşı, bəs bu bitmeyen mübarizə hissi hardan gəlir? Gəlin ilk olarak bu meseleye baxaq. Zamanın təbii axınına qarşı çıxmağa çalışanda əslində nələr olur? Bu mübarizə bize neye başa gelir? Bir anlık təsəvvür edin. Sık bir tıkacdasınız veya hayatınız için çok vacip bir cevap gözlüyorsunuz. İlk instinktif reaksiyamız ne olur? Adeten gezep, narahatlık, stres ve bu ani, düşünülmemiş reaksiyolar vaziyeti daha da pisleştirir. Bak bugün danışacağımız Tong Fu felsefesine göre əsl problem vaziyetin özü değil. Mesele bizim ona nece cevap vermemizdir. Ve bu tələskənliyin bədəli, inanın, çox ağırdı. Zamanla apardığımız bu mənasız döyüşdə enerjimizi boş yerə hərcləyirik, münaqişələri daha da böyüdürük, stresi həyatımızın bir parçasına çeviririk və ən pisi anı və ətrafımızdakı insanları anlamaq üçün o qızıl fürsəti qaçırırıq. Yaxşı, bəs bütün bu mübarizədən çıxış yolu nədir? Bütün bu gərginlikdən necə qurtula bilərik? Cavab, maraqlıdır ki, Tong Fu fəlsəfəsində gizlənir. Bu sadece sözlerle bağlı bir şey değil. Bu, hayatın axınına müqavimət göstərmək əvəzinə onunla bircə hərəkət etmək sənətidir. Bəli, bu felsefenin mənbəyi Sam Horn'un Tong Fu kitabıdır. Ama bu bildiğimiz dövüş sənətlərinə benzemir. Çünkü burada rəqibimiz çöldə kimse değil, elə öz içimizdeki o səbirsizlikdir. Tong Fu bize güclə müqavimət göstərmək yerinə bize doğru gelen enerjini qəbul edip onu düzgün istiqamete yönlendirmeyi öğretir. Yəni əsas məsələ nədir? Baxın, bu fəlsəfə təkcə kimin nəsə mübahisə edəndə işə yaramır. O, zamanla apardığımız daxili mübarizədə də keçərlidir. Məsələn, tıxacda qəzəblə siqnal vermək, güc tətbiq etməkdir. Amma sakit qalıb musiqiyə qulaq asmaq və ya o vaxtı fərqli bir şeylər düşünmək üçün istifadə etmək, bax bu şuurlu bir seçimdir. Bu iki yanaşma arasındaki fark sanki gece ile gündüz kimidir. Bir tarafta doyuş var, her zaman tələsmek, her şeyi mecbur etmeye çalışmak, ani reaksiyonlar vermek. Bu yolun sonu tükenmiş enerji ve artan gerginliktir. Diğer tarafta ise akım var. Sakitçe müşahede etmek, vaziyete uygunlaşmak ve düşünülmüş şuurlu cevaplar vermek. Bu yol ise bize hedeflenmiş, sakit ve davamlı bir güç verir. İndi sizden soruşuram, hansı yolda olmak isterdiniz? Yaxşı, o axın halına necə keçə bilərik? O sakit gücü necə tapmaq olar? Açar söz dostlar, səbirdir. Amma dayanın, burada passiv, aciz bir şəkildə gözləməkdən danışmırıq. Əksinə, aktiv və son dərəcə güclü bir bacarıqdan bəhs edirik. Bu qədim Çin atalar sözü məncə hər şeyi özətləyir. Bir qəzəb anında səbir göstərsən, 100 günlük kədərdən xilas olarsan. Bir anlıq düşünün. Sadəcə bir anlıq təmkin bizi nə qədər peşmançılıqdan, nə qədər kədərdən qoruya bilər. Deməli, səbir sadəcə gözləmək deyil, gələcəkdəki fəlakətlərin qarşısını alan bir qalxandır. Bəs bunu gündəlik həyatda necə tətbiq edə bilərik? Cavab 3 çox sadə addımdadır. Birincisi, dur. O ani reaksiya vermək istəyinin qarşısında bir anlıq dayan. İkincisi, anla. Özündən soruş ki, əslində burada nə baş verir? Və üçüncüsü, seç. Ani bir reaksiya vermək əvəzinə düşünülmüş, konstruktiv bir cavab seç. Bax, bu 3 addım səbri passivlikdən şuurlu bir gücə çevirir. Xüsusilə o ikinci addım, yəni anla mərhələsi, bunun ən güclü yolu empatiyadır. Tong Fu fəlsəfəsi bizə öyrədir ki, vəziyyəti həqiqətən dərk etmək üçün öz ayaqqabılarımızdan çıxıb bir anlıq qarşı tərəfin ayaqqabılarını geyinməliyik. Onun yerində olsaydım, indi nə hiss edərdim sualı, demək olar ki, hər münaqişəni yumşaltmağın açarıdır. Sabır təkcə bir bacarıq deyil, o həm də bir sənəddir. İndi gəlin təbiətin özündən dərs alaq. Doğru anı gözləməyin ustalığını, zamanlamanın o dərin midrikliyini təbiətdən öyrənək. Bu çok sade ama bir o kadar da derin bir hakikattir. Bazı şeylerin öz değişmez təbii ritmi var. Necə ki güneşin doğuşunu tezleştirebilmirik, hayattaki bazı proseslere de güclə müdaxilə etmek mümkün değil. Eynilə fəsillərin dəyişməsini də tələsdirə bilməzsən. Təbiət bizə hər gün xatırladır. Əsl güc məcbur etməkdə deyil, uyğunlaşmaqdadır.
Hər çiçəyin öz açma vaxtı, hər meyvənin öz yetişmə mövsümü var. Tələskənlik isə sadəcə bu təbii prosesi pozar. Belki de tabiatın bu sade müdrikliğini artık öz hayatımıza da tetbik etmeliyik. Belki de bazen etmeli olduğumuz yegane şey bir adım geri çekilip ektiğimiz tohumun öz zamanında cücelmesine izin vermektir. Və beləliklə gəlib çatırıq bu fəlsəfənin bəlkə də ən dərin nöqtəsinə. Sükutun və hər şeyi olduğu kimi qəbul etmənin o möhtəşəm gücünə. Bu sitat bence her şeyi yerine koyuyor. Eğer sükutu daha yaxşı bir şeyle evez edebilmişsense danışma. Bu bir acizlik veya suskunluk değil, aksine şuurlu bir sükuttur. Bazen en müdrik cevap hiçbir cevap vermemek ve hadiselerin öz tabii akarına düşmesini səbr ilə gözlemektir. Və sonda sizi bu sualla tək buraxmaq istəyirəm. Bəlkə də həyatdakı əsas məqsədimiz hər şeyi kontrol etməyə çalışmaq deyil, sadəcə həyatın o möhtəşəm ritmində öz rəqsimizi tapmaqdır. Bəlkə də əsl huzur, idarə etməkdən imtina etdiyimiz o an başlayır. Məncə, düşünməyə dəyər.